İmamın qeybdə olduğu zaman hər hansı bir fəaliyyəti varmı, yoxsa ki, heç nə etmir və heç bir fəaliyyəti yoxdur? Yəni, imam məhbus kimidir, hansı ki, azadlığa buraxılmasını gözləyir, qaçqın kimidir, öz yurduna qayıtmağı gözləyir, yoxsa ki, imam qeyb zamanında təhlükəli fəaliyyət göstərir və bəzən biz onun fəaliyyətini görmürük. Bu məsələyə diqqət yetirin. İmam qeyb zamanı çox təhlükəli fəaliyyətlə məşğuldur. Bu da zühur etməsinə hazırlıq görməkdir. Necə ki, ümmətin vəzifəsi onun zühuruna hazırlıq görməkdir. Ötən gecələrdə izah etdik ki, ümmətin vəzifəsi gözləməkdir. Necə ki, Allah Rəsulu Sələvatullahdan belə nəql edilmişdir ki, ümmətimin ən üstün əməli fərəci gözləməkdir. Həmçinin qeyd etdik ki, gözləmək yer üzünü onun zühuru üçün hazırlamaqdır. Onun da vəzifəsi yer üzünü zühur etməyə hazır etməkdir. Deməli, o da hazırlıq görür və ümmət də hazırlıq görür. Bəs o yer üzünü zühur etmək üçün necə hazırlayır? Bu məsələyə diqqət yetirin. Həzrəti Məhdinin bugünə qədər dövləti mövcuddur. Onun dövləti dövlətlər arasında kölgəli bir dövlətdir. Mövcud olan dövlətlərin kölgəsində kölgəli bir dövləti vardır və reallıqda mövcuddur. Həzrətin hər yerə uzanan və hər tərəfə yayılan, şərqdə və qərbdə şəbəkəsi vardır. Hər yerə uzanan şəbəkə, hansı ki bu şəbəkənin minlərlə üzvü vardır və bu kölgəli dövlətin hesabına çalışırlar. Hansı ki onun ən yüksək yerində Məhdi Müntəzər Əccələllahu fərəcəhu şərif dayanır. Şərqdə və ya qərbdə, Amerikada, Çində və ya harada olursa olsun, baş vermiş elə bir hadisə yoxdur ki, elə həmin an ona bu barədə xəbər yetişməsin. Bu da hər tərəfə yayılmış həmin o şəbəkə vasitəsilədir. Hansı ki o, bu şəbəkə ilə işləyir. Bəlkə də sən adi bir insan həmin o şəbəkənin içindəsən, lakin bunu hiss etmirsən. Nə üçün? Çünki biriləri səni müəyyən əmələ yönəldir, sənsə bunu bilmirsən. Səni yönəldən həmin o şəxs, ola bilsin ki, başqa bir şəxsin səlahiyyəti altındadır və o da onu yönəldir və o isə bundan xəbərsizdir. Beləliklə də hamı hər tərəfə yayılmış həmin o şəbəkəyə bağlıdır. Şərəfli hədislərin özü də bu şəbəkəyə işarə edir. Bax, məsələn, Rəcəb ayının ortasında oxunan Ummu Davud duası var və onda belə deyilir. Əssəlamu aləl-əbdəl vəl-əvtəd vəs-suyyəh vəl-übbəd vəl-müxlisin və zuhəd və əhlil-cid vəl-ictihəd. Bunlar kimlərdir? Əl-əbdəl və əl-əvtəd kimlərdir? Onlar hal-hazırda mövcud olanlardır və hər tərəfə yayılmış bu kölgəli dövlətin riayəti ilə məşğuldurlar. Əssəlamu aləl-əbdəli vəl-əvtəd. Həmçinin başqa bir duada oxuyursan, əbdəlun və əvtədun, ə'dədun və əşhədun, həfəzətun və zurlədun. Onların hər birinin rütbəsi var. Onların hər birinin bu şəbəkədə öz rütbəsi var. Məsələn, bu əbdəl rütbəsindədir, bu əvtəd rütbəsindədir, bu həfəzə rütbəsindədir. Hər birinin elmi, əxlaqi və əməli məqamına görə rütbəsi vardır. Deməli, nəticədə imamın qeybdə olarkən çox böyük bir fəaliyyəti vardır. Bilin ki, bu da zühuru üçün bir hazırlıqdır.